اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والعاقبة للتقوى واليقين، وصلى الله على جميع الأنبياء والمرسلين والأئمة الهداة المهديين، سيما خاتم الأنبياء وخاتم الأوصياء عليهما آلاف التحية والثناء. أما بعد، السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. والسلام عليكم أيها الحاضرون الجالسون ورحمة الله وبركاته. محمد و آل محمد صلواتنا یاد الیه. صلی علی محمد و عالم، علما، فقیه، فقها، vaizlər, rozıxanlar, mərsi oxuyanlar, mömin-i möminat, boynumuzda haqqı olanlar, dünyadan gedən valideynlərimiz, cəmisini yad eləyək. Biləxəs Seyyid-i Şühəda, balaları, vəfalı əshabı, cəmisini salavatla yad eləyək. Allahümmə ala Muhammed və ali. Sahib-i əza, sahib-i matəm, məsumlardır. Biləxəs xanım Zəhra, salamullahi aleyha, cəmisinə təsliyyət ərz eləyib, öz Mevlamız, öz sərvərimiz, Məhdiyə Mevud, Əccəlallahu Teala fərəcəhu şərif, Ava İmam Zamanın salamatlığına ikinci salavatı hədiyyə eləyək. Allahümmə ala Muhammed və ali. Ötən iki axır söhbətimizdə işarə elədik. Xanım Zeynəb salamullahi aleyhanın Küfədə elədik xutbəsinə və ondan sonra işarə elədik İmam Zeynəlabdin aleyhisselamın xutbəsinə, Küfə cəmaatı ilə danışığına və bu hadisələrdən sonra tədricən İslam ümmətinin Seyyid-i Şühədadan bəhrələnməsi başladı. Yəni Seyyid-i Şühədanın şəhadətindən sonra Kərbəla əsirləri ki, həm Küfəyə qədəm qoymaqları ilə, həm Şamə qədəm qoymaqlıqları ilə Seyyid-i Şühədanın inqilabının, qiyamının nə qədər mahiyyətinin uca olmasını izhar elədilər. Və burada başa düşdülər ki, Seyyid-i Şühəda öz əhl-i beytini nə üçün özü ilə Kərbəlaya götürmüşdü? Əgər birdən Seyyid-i Şühəda əhl-i beytini aparmayaydı Kərbəlaya, Seyyid-i Şühədanın şəhadətinin bu günləri ki, bu əzəmətlə yad olunur, belə bir yad olması mümkün deyildi. Bunlara təqribən işarə olundu. Bu gələn söhbətimizdə işarə elədik ki, İmam Hüseyin ağanın qanından qalxan inqilablara, qiyamlara gələn söhbətlərimizə işarə olunar. Amma mən üçün bu günləri mütaliə edirdim, baxırdım, gördüm bir neçə dənə məsələ var ki, onlara diqqət olunsa, daha biraz da biz bu əməvilərin həqiqətini yaxından tanıya bilərik. Bu əməvilərin nə cür bir üsyankar olmalarını yaxından bilə bilərik. Ona görə mən istəyirəm ki, Yezidin bu 3-4 illik xilafəti zamanəsində törətdiyi digər cinayətlərə də bir nəzər salaq. Görək bu Yezid təkcə Seyyid-i Şühədanı şəhadəti yetirməklə kifayət elədi buna ki, İslam aləmində fəsadını tərk eləsin, yoxsa bununla davam elətdirdi. Hələ Seyyid-i Şühədanı dünyadan aparmaq
Seyyid-i Şühədanı qətlə yetirmək, şəhadətə çatdırmaq, bunun birinci hədəfi idi, birinci işi idi. Ona görə də mən istəyirəm ki, Üsəranın ta Şamdan ayrılmasına bir işarə eləyim, ondan sonra söhbətimizi davam etdirək. Muhammed və Ali Muhammedən salavat hədiyyə eləyək. Muhammed və Ali Muhammed. Bəzi tarixçilərin yazdığına görə Üsəra təqribən bir ay müddətində Şamda qaldılar. Qaldıqları yer o qədər də yaxşı deyildi. Elə bir xarabalığa aparmışdılar ki, mərsilərdə bunlara işarə olunubdur. Elə bir xarabalığa aparmışdılar ki, hər dəqiqə gözləyirdilər ki, o xarabalığın damı uçulsun, hamısı daşın altında qalıb məhv olsunlar. Bunları elə bir yerdə saxlayırdılar. Hətta sual eləyirlər bir-birindən ki, bunlar bizi bu cürlə öldürmək istəyirlər. İstəyirlər ki, bura uçulsun başımıza belənçinə, həlak etsək. Onların bizi bura götürməklə məqsəd 100% bizi öldürməklidir. Bu Üsəranın arasında olan söhbətlərdir. Nəsə ondan sonra Yezid olan xütbələrdən, xanım Zeynəb xütbəsindən sonra, İmam Zeynəbdən Əsəlamın məsciddə olan bəyanlarından sonra, danışıqlarından sonra hər halda Yezid Üsəraya belə bir təklif elədi sonradan. Əgər istəyirsiniz, Şamda qala bilərsiniz. İzzətlə, fəxrlə qalıb yaşaya bilərsiniz, ya istəyirsiniz sizi göndərək təzədən Medinəyə gedin. Üsəra dedi, biz bir vaxt istəyirik, bir müddət istəyirik ki, burada biz Seyyid-i Şühədaya bir əzadarlıq məclisi qurayıq Şamda. Yezid icazə verdi, bir yer ayırdılar bunlar üçün, bunlar əzadarlığa başladılar. Bir həftə ya 7 gün bunlar əzadarlıq eləyəndən sonra Yezid gördü ki, yox. Deyəsən, işlər çətinliyə düşür. Əgər bunların əzadarlığı davam eləsə, tamamilə Şamı qaldıracaqlar Yezidin əleyhinə. Çağırdı bunları, dedi ki, məsləhət budur ki, siz buradan gedəsiniz. Bunları təklif eləyəndə İmam Zeynəbdin əleyhissalam Yeziddən 3 dənə şey istədi. Dedi Yezid, indi ki, sən bizi ya indi bıraxacaqsən bizi, ya öldürəcəksən, ancaq 3 dənə şey səndən istəyim vardır. Yezid dedi, hər nə istəyirsən o 3 dənə şeyi deginə. İmam buyurdu ki, mən istəyirəm ki, bir dəfə də olsa atamın kəsilmiş başını görüm. İstəyirəm atamın o kəsilmiş üzündən busə eləyim, başının alım qucağıma. İstəyirəm busə eləyim. İkincisi budur ki, hər nə bizdən qavarət eləmişsiniz, aparmışsınız, onları qeytərin bizə. Üçüncüdür budur ki, əgər məni öldürəcəksənsə Yezid, elə bir adamı qoşqina mənim əhl-i beytimə ki, Peyğəmbər ailəsinə elə bir adamı qoşun ki, əmin adam olsun, bunları aparsın, Mədinəyə çatdırsın, salamat. Yezid dedi ki, amma o ki, birinci istəyim vardı ki, istəyirsən ki, bir dəfə də, axırıncı dəfə atolun üzünü görəsən, onu görməyəcəksən. Onu eləməyəcəyəm. O vədə və istəyibə əməl eləməyəcəyəm. Amma o ki, istəyirsən ki, səni öldürəcəyəm ya bıraxacağım, yox, onu bilgirən ki, səni bıraxacağım və başqa adamı da əhl-i beytimə qoşmayacaq. Elə sən özün onları aparıb Mədinəyə çatdıracaqsan. Amma o ki, üçüncü istəyim vardır ki, sizdən hər nə qavarət olunubdur, onları üstə qaytarım, onun neçə bərabərini üstə qaytaracağım. İmam dedi ki, mən sənin malın lazım deyil. Mən ona görə deyirəm ki, bizdən qavarət olunan şeylərə qaytarginən ki, üçün onların arasında xanım Zəhranın öz əli ilə toxuduğu parça vardır. Mən anam Zəhranın toxuduğu parçanı istəyirəm səndən. Və həmsinin məqnəsi vardı xanım Zəhranın orada və həmsinin boyunbağısı vardı oradan. Yağım aparılan şeylərin içərisində, qaret olunan şeylərin içərisində bu 3 dənə şey vardır. Mən onları istəyirəm səndən. Yezid dediklərini elədi və bütün nə ki qavarətə gedilmişdi, onları qeytətirdi imama və əlavədə 200 dənə qızıl pul, 200 dinar qızıl pul imama hədiyyə elədi. İmam da dediyi kimi ki, sənin ənvalın bizə lazım deyil. Bütün nə ki ehtiyacı olanlar vardı, onları qeytərdi. Amma o ki,
demişdi ki, Seyir-i Şühedanın üzünü bir daha görməyəcəksən, bu kitabda bu cürdə qeyd olunurdu. Amma digər bir kitabların əsasında bütün kəsilmiş başlar İmam Zeynəbin Aleyhisselama təqdim olundu. Orada qaytardılar bütün kəsilmiş başlar İmam Zeynəbin Aleyhisselama və İmam öz əhl-i beyti ilə gəldilər. Yollarını saldılar Kərbəla tərəfdən. Kərbəlaya çatandan sonra hər başı öz cənazəsinin kənarında dəfn edildilər. O cümlədən Seyid-i Şühəda Aleyhisselamın mübarək başını gəldilər Seyid-i Şühədanın öz kənarında dəfn edildilər. Bir nöqtə ki vardı burada işarə olunmasını mən elə bilirəm ki zəruridir. O da bu məsələdir ki, bəzi rəvayətdə vardı ki, Ərbəyində gəlib yetişiblər. Yəni Kərvan imamın 40-ında gəlib Kərbəlaya yetişiblər bunlar. Amma bir çox tarixçilər bunu inkar edirlər. Çünki bu o zamanənin savarına, miniyinə görə, gəlişinə görə bu mümkün olan bir şey deyildi. Bu, hələ özləri Şamta, Kufədən Şam'a gedmək üçün qasid göndərərlər, gəlirlər bunların dalıcı cavab gələ bunlara. Tarixlərdə qeyd olunur ki, o vaxtın hesablaması ilə bir ay vaxt istəyir hələ qasidin gedib gəlməkliyinə. Bəs bu ilə məlum olur ki, Ərbəyində gəlib əsirlər olmayıblar Kərbəlada. Bu bir nöqtəydi, mən işarə elədim. Amma Yezidin digər bir cinayətləri işarə olundu ki, Yezid İmam Hüseyin ağanı qətlə yetirməkliyinə kifayət eləmədi. Digər tarixdə 2 dənə böyük cinayət eləyibdi ki, hələ onun kimisi o vaxta qədər bu cinayəti törədən olmamışdı. Yezid hicrətin 61-ci ilində İmam Hüseyin Aleyhisselamın şəhadət çatdırandan sonra bir növ öz hakimiyyəti altında olan şəhərlərdə dəyişikliklər aparmağa başladı. Yəni, hakimləri dəyişdirirdi. Kimi əzl eləyirdi, kimi təzdən nəsb eləyirdi onun yerinə, kimi çıxardır işdən, kimi qoyurdu. O cümlədən Yezid Vəlid ibn-i Utbət ibn-i Əbi Süfyanı öz əmsi oğlunu Medinəyə vali qoydu. Medinənin hakimi qoydu öz əmsi oğlunu. Amma Abdullah ibn Zübeyir məktub yazdı Yezdə, namə yazdı Yezdə ki, Yezid bu adamı buranın valiliyindən çıxartına. Bunu əzl eləyinən buradan. Bunu əzl eləyəndən sonra, bunu çıxardandan sonra başqa bir əmsi oğlunu, Osman ibn Muhammed ibn Əbi Süfyanı təzdən Mədinəyə vali qoydu. Yəni, bir əmsi oğlunu işdən çıxartdı, digər bir əmsi oğlunu onun yerinə Mədinəyə vali təyin edildi. Bunlar gördülər ki, yox, nəsə bu, belə öz başına bu deyəsən Yezidlə gedmək lazımdır, məktubla, yazmaqla olmaz. Bir neçə nəfər böyüklərdən, Mədinənin böyüklərindən, şərafətli şəxslərindən, böyük şəxslərindən, o cümlədən Abdullah ibn Həmzələ, Qasilul Məlaikə, bu elə bir şeydir ki, Həmzələ elə bir şəxsdir ki, özü üçün bizim dilimizlə desək, toy elədi, gəlin götürdü və həmən gələn gecənin sabahı günü cənabət quslu eləməmiş, getdi döyüşə, şəhadətə yetişdi. Bu cürünə İslamda imanı Peyğəmbərin qabağında şəhadətə yetişdi. Ki, Ağa Rasulullah buyurdu ki, mələklər ona qusul verdilər. Onun oğlu idi bu Abdullah ki, özü böyük bir şəxsiyyətin atasının ehtiramına çox böyük bir şəxsiyyətdir. Elə bir şəxsiyyətdir, atasını görməmişdi, atası da onu görməmişdi. Hər halda bu idi, Abdullah ibn Zübeyir idi və bir neçə nəfər Mədinənin böyüklərindən bunlar yığıldılar, gəldilər Şam'a. Şam'a ki, yetişdilər, gəldilər Yezidin xidmətinə. Yezid bunları çox gözəl qarşıladı, hörmət elədi, ikram elədi bunlara, çox gözəl hədiyyələr bağışladı bunlara. Bunlar hədiyyələri zaten aldılar, gəldilər Mədinəyə. Elə ki, Mədinəyə çatdılar, başladılar Yezidi söyməyə. Mədinədən gedənlər. Yığdılar zamanı dedilər ki, biz elə bir insanın yanından gəlirik ki, diqqət eləyin. Biz yenə işarə edirik, cəhalət insaniyyətin, insanın birinci düşmənidir. Cəhalət düşməni qıraqda tanımaq lazımdır. Ən böyük düşmən cəhalətdir. Ki, işarə eləmişik. Necə ki, Qur'anda Allah Teala buyurur ki, Qur'an oxuduğun zaman Allaha pənah apar giden şeytanlar, həmçinin də Hz. Musa'nın dilindən buyurur ki, mən Allaha pənah aparram cəhalətdən.
Yox, nədir şeydir ki, Qur'anda bir şeytandan pənah aparmaqlığı vardır Allah Teala'ya, bir də cəhalətdən pənah aparmaqlığı vardır. Cəhalət çox çətin bir məsələdir. Bunlar gələndən sonra, Mədinəyə qeydəndən sonra cəmaatı yığılıb dedilər ki, biz elə bir insanın yanından gəlirik ki, bu oturub cəmaatın qabağında şərab içir. Bu itlə oynayır. Yezid meymunla, itlə oynayırdı. Bunun işi gücü, əylənməyi bunlarlandır. Və bilin, şahid olun siz bu günləri. Yəni Mədinə Peyğəmbər şəhəridir. Peyğəmbər Mədinətun Nəbidir. Sonra indi onu qısaltmaq üçün Nəbi kəlməsini götürürlər, Mədinə adı ilə qalıbdır. Yoxsa əsli adı Yəsribdir. Allah Rasulullah oraya gedəndən sonra, hicrət eləyəndən sonra Mədinətun Nəbi adlandırıldı. Yəni Peyğəmbərin şəhəri. Ondan sonra kəlmənin qısaldılması ərəbdə çoxdur bu. Nəbi kəlməsində götürdülər, orada adı qaldı elə Mədinə, yəni şəhər. Mədinə adı ilə adlanır, orada qalıbdır. Peyğəmbərin paytaxtıdır, İslamın paytaxtı idi o vaxt, Allah Resulullah onu hicrət eləyəndən sonra. Və ən böyük İslamın şəxsiyyətləri də Mədinədə idi. Bunlar vəziyyəti Şamda belə görəndən sonra gəldilər, dedilər ki, çün Yezid bu işlərlə məşğul olur, biz Yezidi əzl eləyirik xilafətdən. Bundan sonra Yezid xəlifə-i müslimin deyil, müsəlmanların rəhbəri deyil və hamımız beyət eləyirik Abdullah ibn Hənzələ ilə. Hənzələnin oğlu ki, Qəsilül Mələkə idi. Onun oğlu ilə, Abdullahla biz beyət eləyirik. Bundan sonra İslam ümmətinin rəhbəri Abdullahdır. Bu xəbər Yezdi çatdı. Yezdi bu naməni xəbəri götürüb gələndə, əlbəttə ona da işarə ki, bunlar Abdullahı özləri üçün böyütandan sonra Mədinənin valisini qovdular oradan, çıxartdılar. Bəni Üməyyədən təqribən 1000 nəfərəcən adam vardı Mədinədə, hamısını mühasir elədilər Mərvanın sarayında, qəsrində. Hamısını mühasir yığdılar hamısını bir yerə. Mərvanın əli ilə məktub göndərdilər Yezidə ki, Yezid, bəs kömək ələginə, burada qiyam qalxıbdır Mədinədə, artıq bunlar İstəyirlər ki, səni götürsünlər xilafətdən, özlərindən rəhbər təyin ediblər. Bu xəbər Yezid xəstə idi, onun ayaqlarında xəstəlik vardı, ayaqlarını suya qoymuşdu, oturmuşdu. Məktubasında Müslim İbni Uqbə adında bir şəxsiyyəti çağırdı Yezid yanına. 12.000 nəfərlik bir dənə qoşunu göndərdi Mədinəyə. Müslimə belə bir dənə dəstur verdi, hökm verdi ki, Müslim, elə ki yetişdim Mədinəyə, Mədinəyə yetişəndən sonra xəbər göndər Mədinə cəmaatı üçün. Mədinə cəmaatı bu daşı ətəklərindən töksünlər, qeydsinlər təzdən mənim xilafətimin altına. 3 gündən sonra əgər bunlar qəbul elədilər, heç eləmədilər, bunların üstünə hücum çəkinən. Hücum çəkinənləri elə ki qalib gəldim bunlara, Mədinə əhlinin malı 3 gün mübahdır bütün Şam qoşununa. Yəni halaldır onlara. Onların evləri, malları, hamısı halaldır. Bunlar da gəldilər onun buydu. Ancaq bir dənə Yezid hökm verdi buna. Dedi ki, Əli ibn Hüseyn, yəni İmam Zeynəb əleyhissalam Mədinədədir, ona güldən ağır söz deməyəcəksən. Olmayan hörməti ona olunacaqdır. Bunu tapşırmışdı. Bu da vəfalı idi Yezidə. Nə cümlə demişdi, o cümlə də elədi. İmam Zeynəb əleyhissalama bir kəlmə də söz demədi. Heç nə, hər kəs ki İmam Zeynəb'də şəfaət edir onun haqqında qəbul edirlər, öldürmədilər onu. Yəni İmam Zeynəb'ın hörmətlə orada rəftarlar. İlləti neydi? İlləti də buydu ki, onlar İmam Zeynəb'dən istəmişdilər ki, gəl yinə, sən qəbul elə yinə buranın rəhbəriyyəti Mədinənin, o yinə bizim əmrimiz İmam Zeynəb'dən qəbul edilmişdi. Görmüşdü, çox israr edirlər, İmam Zeynəb'dən çıxıb girmişdi oradan. Sonra artıq bilirdi, atasının, bunlara hamısı işarə edir ki, atasının cəddinin başına bu işləri götürəndən sonra, yəni Əmir-əl-Müminin başına və İmam Hüseyn ağanın başına götürdən bu müsibətlərdən sonra artıq bir növlərdə inam qalmamışdı onların rəftarlarına. Hər halda bir göstərişləri verən sonra bunlar gəldilər Mədinənin kənarında, Hərrə adlanan bir dənə yerdə dayandılar. Mədinəyə xəbər çatdı. Mədinəyə xəbər çatandan sonra ki, Yezidin qoşunu gəlibdir, Müslim ibn Uqbə ilə bunlar istəyirlər Mədinəyə varid olsunlar. Mədinə cəmaatı da çıxdı bunların qabağına. Yəni silahlanmış halda çıxdılar, bunlarla döyüşə. Mədinədə bunların qabağına çıxanlar kimlərdir? Əksəriyyəti Peyğəmbərin ən böyük sahabələri. Hafiz-i Qur'anlar, qari Qur'anlar,
O kəslərdilər ki, Quran bunların sinələrində yer tapmışdı özü üçün. O kəslərdir ki, var Peyğəmbəri görmüş adamlardılar. Möminlər əhli ibadətdilər. Amma bu Yezid üçün fərqi yoxdur. Çünki Yezid hökm vermişdi ki, hər kəs qəbul eləmədi, hamısı qılıcdan keçməlidir. Hamısı qılıcdan keçməlidir. Bunların arasında müharibə baş tutdu, bunlar vuruşdular. Medinə cəmaatı məğlub oldu bunlara. Məğlub olandan sonra Müslim ibn Uqbə Yezdin əmri buyurduğu kimi, elədiyi əmr kimi Medinə əhlini və onların mallarını mübah elədi öz qoşunu üçün. Və bir rəvayəti görə 12.000 cavan qız uşağı bu qoşundan hamilə qaldı. 12.000 cavan qız uşağına bunlar zina elədilər ki, 12.000 dənə zinazalı dünyaya gəldi Peyğəmbərin şəhərində. Bəzi rəvayətə görə hələ 360 nəfər təkcə Qureyşdən Peyğəmbərin nəslindən bunlar adam öldürdülər. Peyğəmbərin məscidinə 70 nəfər atla girdilər. 70 nəfər atla daxil oldu Peyğəmbərin məscidinə. Onlar ki, pənah aparmışlar Peyğəmbərin qəbrinə, onların hamısını qılıcdan keçirdilər. Peyğəmbərin məscidi qanla dolu idi. Medinənin küçələrində qan. Atlar, mən olan tarixi deyirəm, atlar oranı aludə eləmişdilər Peyğəmbərin məscidini. Diqqət edin, görün, bunlar kimlərdilər? Görün, kimlər İslamın hakimiyyətində idilər? Görün, kimlər İslamın dininin rəhbəri idilər? Olmayan əzabı elədilər. Bir dənə mən doğrudan mütaliədə bir adamı bəzi edirlər, görürsən, bunlar müsibətləri hamısı adamın ürəyini yandırır. Bir nəfər çünki mübah eləmişlər, icazə vermişlər ki, bunların malları süzündür. Girdilər bir dənə qadının evinə. O qadının əri də Peyğəmbərin öz səhabələrindən olmuşdu. Ağa Resulullahın səhabələrindəndir. Qadının qucağında körpə bir dənə uşaq vardı. Hətta rəvayətdə var ki, qadın o uşağa süt verirdi o halda. Bu məlun girdi qadının evinə, dedi, evdə nə var, verir ki, mənə aparacaq. Qadın dedi ki, heç nə yoxumdur evdə. Heç neyimiz yoxdur. Peyğəmbərin həqiqətən də o mömin səhabələrin, necə şey, Ağa Rasulullah və ləkum fi rəsuləti usvetun həsənə, necə Ağa Rasulullah yaşamışdı, bunlar da o cünə yaşayışı üstünlüğü verirdilər. Məsələn, Əbu Zər kimi deyirdi ki, Əli ibn Əbi Talibin məhəbbəti ki var məndə, o kifayətdir mənə, dünya malına heç lazım deyil. Osman nə göndərdi olacaq, hamısını qeytərdi dala. Dedim, mən varlıyam, mənim sənin vardı rütbə ehtiyacım yoxdur. Dedi ki, səniz ayağımın altına salmağa bir dənə bizim denizimizdə həsirin də yoxdur. Dedi, mənim həsirə ehtiyacım yoxdur. Əli ibn Əbi Talibin məhəbbəti mənim qəlbimdə kifayətdir. O mənim var dövlətimdir. Həqiqətən də bəzi Peyğəmbərin və fəali səhabələri bu cür neydi? Dünya malına bunların gözləri yoxdur. Qadın dedi ki, heç neyim yoxdur, evdə verim sənə. Baxdı birdən uşağına, uşaq qucağında süt yiyirdi. Dedi körfəsinə ki, vallahi əgər evimdə bir şey olsaydı, səni mən bunun əlindən nicat verərdim. Yəni, verərdim sənin yolunda sədəqə, sən nicat tapardın. Rəvayədə var ki, uşağın əyağı balaca çıxmışdı 10-cu pükülən parçadan. Bu məlun necə əlini atı tutdu uşağın ayağından, çəkdi arvadın əlindən. Çırpdı divara, uşağın beyni qaldı evin içərisinə. Uşağın beyni səfələndi evin içərisinə. Elə evdən bayra atdığını atmamışdı, üzü düz yarıdan qaraldı. Zərbül-məsəl oldu, misal vurdular hər kəsən onu. Allah bəlasını gecikdirmədi onu. Elə orada da onun bəlasını verdi. Sonra hətta rəvayətdə var ki, o yolda öləndən sonra öldü, öləndən sonra getdilər, onu çıxartdılar, astılar da onu. Dedilər, görək ki, ilan dolanıb boğazına, bastırılıb bunu boğazına dolanıbdı ilan. Gözlədilər ta ilan bunun yanına gedəndən sonra götürüb bunu astılar da. Hər halda, bunlar Medinədə belə bir fəsad elədilər. Yezidin ikinci dəsturi bu idi ki, elə ki Medinədən qutardınız, məsələn, onun cinayətlərini görürsünüz ki, bu Bəni Üməyyəni cinayətlər törədiblər. Seyyid-i Şühədanın qanını tökdülər, kifayət eləmədi. Ondan sonra Medinədə belə bir işlədi ki, Peyğəmbərin şəhəri, Peyğəmbərin məscidini o günə qoydular. Peyğəmbərin məscidini o günə qoydular. Bunlar yolda gələndə Müslim öldü, dünyadan getdi, cəhənnəmə vasil oldu. Müslim ibn Uqbə bu dünyadan öldü, getdi. Hüseyin ibn Nümeyri öz yerinə nümayinə təyin edildi. Çünki Yezdin dəsturu belə idi ki, elə ki Medinədən qutardınız, gedirsiniz Məkkəyə. Abdullah ibn Zübeyir Məkkədə qaçmışdı, Medinədən gedmişdi ora. Məkkə cəmaatını yığmışdı, o da qalxmışdı Yezdin əleyhinə. Gedirsiniz, onu da orada məhv edirsiniz.
Elə ki, bunlar çatdılar Məkkəyə çatandan sonra Məkkəvi Əbu Quveys dağında məncənəqləri düzdülər dağa, Kəbənin ətrafına. Abdullah ibn Zübeyir dedilər ki, çıx oradan. O da çıxmadı. Hökm verdilər ki, Allahın evi darmadağın olsun. Kəbəni Yezdin əmri ilə viran elədilər. Kəbəni dağıtdılar. Hansı ki, o Kəbə ki, onun ehtiramı vacibdir. O Kəbə ki, əgər orada bir dənə hətta biti də öldürsün, kəffarəsi vardır. Bunlar gəldilər, həmin Kəbəni hörmətini sındırdılar, Kəbəni yer üzündən məhv edildilər, dağıtdılar. Qəribəsi burasındadır. Bunların məhv eləməkləri heç. Elə ki, bunlar artıq Abdullah ibn Zübeyir bunlara 2 ay bunların qavalını müqavimət göstərdi. 2 aydan sonra məğlub oldu. Bir neçə nəfərlə gizlənmişdi, Kəbənin bir daşının küncündə gizlənmişdi. Orada gördüm, bir dənə ox düşdü bunun qabağına. Bildi ki, bu oxda bir əlamət var, onun üçün göndəriblər. Oxda bir əlamət var. Açdı gördü, oxda yazılırdı ki, Yezid cəhənnəmə vasil oldu. Yezid dünyadan gedibdir. Bu tez xəbər göndərdi düşmənə ki, ay bədbəxtlər, siz mənimlə nə üçün dava edirsiniz? Sizin padişahlığınız ölübdür. Dayandılar, ta Şama adam göndərlər. Şamdan xəbər gəldi ki, bəli, Yezid ölübdür. Həmin o adam ki, Müslim ibn Uqba, yəni Hüseyin ibn Numeyr, Müslim ibn Uqba tərəfindən təyin olunmuşdu öz yerinə, dedi ki, Abdullah ibn Zübeyrə ki, mənim səninlə söhbətim var, istəyirəm səninlə söhbət edeyim. Bir diqqət edeyim bu yerdə. Gəldilər, bunlar ikisi söhbət edəndə at üstə söhbət edirdilər. At üstə söhbət edirdilər. Bu vaxt bunun atı, yəni Hüseyin ibn Numeyrin atı peyin saldı ora. Peyin saldıqdan sonra orada olan göyərsinlər, gəldilər başladılar peyinin içərisini, məsələn, didişdirməyə, yeməyə. Tez öz atının ağzını yığdı ki, at nə vaxtı yerindən tərbənsin, göyərsinləri tapdırıya. Abdullah ibn Zübeyir baxdı, dedi, bədbəxt. Bu artıq adamı öldürmüşsən, Allahın öyünü dağıdmışsan, Hüseyini şəhid eləmişsin, indi qoğursan ki, at göyərsini tapdırıya. Nə qədər insanlar bədbəxtdirlər. Hüseyini öldürmək olar, manesi yoxdur. 12.000 dənə cavan qızın namusunu xarab eləmək olar, müşkülü yoxdur. Evlərdə qarət eləmək olar, müşkülü yoxdur. Allahın evini viran eləmək olar. Gəlib bir dənə göyərsinə satanda deyir ki, atın höküdməklə ki, göyərsini tapdırıyar. Nə qədər bədbəxt insanlardır bunlar. Hər halda, gəldi Zübeyrlə söhbət edəndən sonra dedi, Zübeyr, indiki da Yezid ölübdür, dünyadan gedibdir. Gəl, mən sənə beyət eləyim, gedək mənə Şama, müsəlmanların hakimi ol yenə sən. Zübeyr də, xeyr, sənə gedməyəcəyim mən. Mənə beyət elə, mən elə burada qalıram, mən burada elə hakim oluram, ondan sonra çıx yediyinə. Razılaşmadılar, yola gəlmədilər, gəldi Şama. Şama gələndən sonra gəldi, ki, Mərvan ibn Həkəm, cəmaat o ilə beyət eləyiblər, bu olubdur, müsəlmanların rəhbəri. Kimlər? Allah Rasulullah qovmuşdu oyunu atası ilə bərabər. İcazə vermişsin Məkkəyə gəl girsinlər onlar. İndi gəlib olmuşdu müsəlmanların rəhbəri. Mərvan ki, eşitdi Zübeyir, Abdullah ibn Zübeyrin bu əhvalatını, dedi, mən gedirəm, Abdullah ibn Zübeyirlə beyət eləyirəm və bundan sonra müsəlmanların rəhbəri Abdullah ibn Zübeyir olsun. Mərvan doğrudan da gəlmək istədi ki, Məkkədə beyət eləsin, o istəmədi hakimiyyəti. Amma Əmir-əl-Mumini ona xəbər vermişdi. Demişdi, Mərvan, sən ölməyəcəksən, sən hakim də olacaqsan, xəlifə də olacaqsan sən. Mərvan o günü gözləyirdi və arxayındı ki, onu heç yerdə öldürməyəcəklər. Çünki bilirdi ki, Əmir-əl-Muminin sözündə yalan yoxdur. Bədbəxtlər iman bilə-bilə, yəqinləri ola-ola düşmənçiləri girdilər Əmir-əl-Mumininlə. Özünün dilindən neçə dəfə vardı bu söhbət ki, məni öldürməyəcəklər. Çünki Əli ibn Əbi Talib mənə deyib ki, mən müsəlmanların xəlifəsi olmalıyam. Oldu da. 2 il nə qədər xilafətə çəkdi də bunun. Hər halda müsəlmanlar belə beyət eləmişlər. Dedi, mən gəlirəm Məkkəyə, Zübeyrlə mən beyət eləyəcəyəm. Zübeyr dedi ki, İbn Ziyad məlum qoymadı. Dedi, sən nə edirsən? Sən bu dəqiqə hamısını əqsaqdalısan, hamısının böyüyüsən. Sən gedirsən özündən kiçik bir şəxsiyyətlə beyət eləməkliyə. Buna da qurur gəldi, elə düz deyirdi. Hələ mən varam ki, da bundan sonra hələ məndə rəhbəriyyət mənim əlimdədir.
Ondan sonra da gəlmədi də, ondan sonra İslam xilafəti bölündü iki yerə, İslam hakimiyyəti bölündü iki yerə. Bir yerdə Zübeyir başladı Məkkədə hakimiyyət eləməyə, Şamda da başladı, yəni Zübeyir, üzürsəm, Abdullah ibn Zübeyir başladı hakimiyyət eləməyə, o yanda da başladı, həmin Mərvan ibn Həkəm öz hakimiyyətinə. Hər halda bunlar cinayətləri idi, Yezdin ki, özü 3-4 illik rəhbəriyyəti vaxtında bu cinayətləri eləmişdi. Amma indi ki, İmam Hüseyn ağanın qiyamının nəticələri nələr oldu, kimlər qiyam elədilər, bir-iki günlük söhbətimiz qaldı, o ilə tamamlayacaq ki, kimlər elədilər, həm Süleyman ibn Surədin qiyamı, həm Muxtarın qiyamı və həm də istəyirəm işarəyə görə ki, İmam Hüseyn ağanın qatilləri nə cür nə, harada bunlar öldürüldülər. Ta onlarla bizim qəlbimiz, hətta əlbəttə bir dənə rəvayət vardı, mən deyiləm, o rəvayətdir, o qədər düzgün rəvayət deyil. İmam Zeynəl əleyhissalam evinə adam çağıranda, məsələn, süfrə açanda, buyurur ki, ağa əvvəlcə halva verərmiş. Biliyorsun, bizim məclislərdə halva verirlər, halva verərmiş. İbn-i Ziyadın ölümü xəbəri gəlib çatanda imama, Muxtar bunlardan qisas alandan sonra bunların ölümü xəbərləri gəlib çatanda, İmam Zeynəl əleyhissalam halva vermədi. Süfrə açmışdı, halva vermədi. Dedilər ki, əlbəttə ki, süfrə açılmışdı, sonra xəbər gələcəkdi. İmam qabağına xəbər vermiş. Neyin ki, onların ölməyinə görə süfrə açmışdı imam. Hər halda dedilər ki, imama ki, ağa bəs halva olmayacaq, halva verməyəcəksən. Ağa buyurdu ki, bu onların ki, atamın qatilləridir. Bunların ölümündən də gözəl halva olar, şirinlik olar. Mən deyib, bu söhbəti, demirəm ki, imam bunu 100% elə buyurubdu belənsinə. Tarixdə rəvayət ediblər. Ancaq hər halda bir dağ çəkiblər İmam Hüseyn ağanı, bunlar qətlə yetirməklə bütün şiələrin qəlbinə. Adam bilmək istəyir ki, bunlar İmam Hüseyn ağanın qatilləri özləri nə cürlə öldülər ki, bəlkə biraz bizim də ürəyimizdə rahatlıq əmələ gəlsin. İnşallah gələcək söhbətlərimizdə Muxtarın və Süleyman Sürədin və şimdi o birisi qiyamlarda əgər vaxt olsa işarə edəcək. Allaha and verirsə cəlalıq xatirinə, dünya və axirət bizi Qur'an-ı Kərimdən və Əhl-i Əleyhisselamdan uzaq salmasın. Allaha and verir öz böyüklüyü xatirinə, Ağa İmam Zaman mübarək vücudunu yerin gömbəlasından hifz eləsin. Ağanın simasında dinin rəhbərlərini, dinin mərcəiyyətini, alimlərini, möminatı yerin gömbəlasından hifz eləsin. Allah'ın veri öz Allahlığı xatirinə, mərzai müsliminə, evlərdə, xanələrdə xəstələr var, hamılarına şifaya acil inayət eləsin. Həbsdə, zindanlarda olanlar vardır, məxsusən düşmən əsarətində olanlar vardır, nəfs əmmarinin əsarətində olanlar vardır ki, özümüz onlardan pərvər yarə hamılarımıza nicat verginən, sənə and ver İzzət Cəlalığa xatir, əqsaqqallarımızı, yaşlılarımızı, Ağa Rasulullah Əmir-əl-Müminə bağışlayınən, xanımlarımızı, analarımızı, bacılarımızı, xanım Zəhra, xanım Zeynəbə bağışlayınən, cavanlarımızı dünya və axirət, Əhl-i Beyt Əleyhisselamın uzaq salmayınən, bin nəbiyyə və alih və billə Fatih.